Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Bugün mən sizə Abşeron rayonu Məhəmmədli qəsəbəsində möhtəşəm, gözəl bir ev təqdim edirəm. Ev yenicə satışa çıxdı. 5 sotun içərisində şəxsi özünü tikilmiş və yeni dizaynda inşa olunmuş həyət evimiz satışdadır. Evin qiyməti 250 min manat. Sənət evində, torpağında kupçası var. İpotekaya da yararlıdır. Rahatlıqla həyətinə bir 7-8 maşın girer. Həyətində bisetkası, manqalnisi, sanitar qovşağı yerləşir, təmirlidir. Qapısı pultla idarə olunur. Məhəmmədlidə yeni açılmış Araz marketə yaxın bir ərazidə yerləşir. Yola yaxın ərazidə yerləşir. Sanitar qovşağı təmirlidir, ev tam təmirlidir. Qapısı pultla idarə olunur. Təhlükəsizlik kamera sistemi və dekorativ ağaclar əkilib, kommunallar çəkilib, qazı, suyu, işığı daimidir. Evin hər iki tərəfinə də keçid mümkündür. Heç bir vasitəçilik hələ ki yoxdur bu ev. İndi satışa çıxdı. Xeyirli olsun kim alsa, heç bir problemi yoxdur. Keyfiyyətli inşa olunub, 3 daşda inşa olunub. Evin hər iki tərəfinə keçid mümkündür. Və buradan demək, kombi aparatı belə quraşdırılıb. Evin arxa hissəsinə də keçid mümkündür. Sənədlər tam qaydasında. Keçək evin içərisini sizə təqdim etməyə. 220 kvadrat metrdən ibarətli tikili sahəsi. Qəşəng səliqəli bir evdir. Maşallah. Koridoruna baxın, gör necə istif oldu birinci mərtəbəsi. Solda mətbəx yerləşir. Mətbəx möbili satış zamanı qalır. Lustrasına kimi asılıb. Sağda evin qonaq otağıdır. Ev yəni şəxsi evdir, makler evi deyil. Sadəcə remont yenidir. Evin qonaq otağı keyfiyyətli inşa olunub. Keçək evin sanitar qovşağında sizə təqdim edim. Maşallah, böyük bir sanitar qovşağı yerləşir. Aksesuarlar da quraşdırılıb, duş kabinası da quraşdırılıb. Sağda bir yataq otağı yerləşir. Birinci mərtəbəsində bir yataq otağı, bir zal, mətbəx və sanitar qovşağı. 2 ailənin yaşaya biləcəyi bir evdir. Səliqəli bir evdir. Və belə bir güzgüsü var. Kim alsa bu evi Allah xeyrini versin. Keçək indi evin ikinci mərtəbəsini sizə təqdim etməyə. Mərmərdir pilləkəni. İkinci mərtəbənin ara kəsməsi monolitdir. İpotekaya da eləyə bilərsiniz. İkinci yataq otağı.